Məlumat verdiyimiz kimi, göyərtəsində 20 nəfər hərbçinin olduğu Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsi Gürcüstan ərazisində qəzaya uğrayıb. Həmin hadisə ilə bağlı yeni məlumatlar var. İstər Türkiyə mətbuatında, istərsə də Gürcüstan mətbuatında yeni məlumatlar yayılır. Məlumatlardan biri odur ki, Türkiyə mediasının yaydığı məlumata görə həmin təyyarə Azərbaycana bugün gəlibdir. Məlumatda bildirilir ki, deməli, bugün Türkiyə vaxtı ilə səhər saat 9:50-də Trabzondan havaya qalxan təyyarə saat 11:06-da Gəncəyə enib. Planlaşdırılmış prosedurlara uyğun olaraq təyyarə saat 13:20-də Türkiyəyə geri dönüş reysi üçün yenidən Gəncədən havaya qalxıb. Lakin havaya qalxdıqdan 27 dəqiqə sonra təyyarə ilə əlaqə kəsilib və radar siqnalı itib. Gürcüstan mətbuatında yer alan ehtimallara görə isə ekipaj nasadlıqla bağlı Gürcüstan rəsmilərini məlumatlandırmağa cəhd edib. Lakin naviqasiya GPS sistemində ciddi problemlər yarandığı üçün bunu edə bilməyib. Hər halda bu da ehtimallardır. Gürcüstan mediasının yaydığı məlumatlardır. Ehtimallara əsasən hazırda həm Azərbaycan, Türkiyə və Gürcüstanın müvafiq qurumları birgə deməli sıx təmasdadırlar. Gürcüstanın Daxili İşlər naziri də həmin deməli təyyarənin qəzaya uğradığı yerdədir və hazırda araşdırma aparılır. Digər məlumata görə hazırda Türkiyə tərəfi Akıncı tipli pilotsuz uçuş aparatını Gürcüstan ərazisinə göndərib. Hazırda həmin Akıncı tipli pilotsuz uçuş aparatı Gürcüstan istiqamətində hərəkət etməkdədir. O, ərazidə axtarış xilas etmə işlərinə cəlb olunacaq.